Niyəsə görə evlilikdən, ailədən, boşanmadan, ər-arvad münasibətindən danışan orta yaş kişilərin bir çoxu boşanandan sonra bunun haqqında danışır. Mən onu anlamıram ki, niyə görə danışmamalıyıq? Çünki dediyim kimi biz burdan pul qazanmırıq. Sadəcə öz fikirlərimizi paylaşırıq, təcrübələrimizi paylaşırıq. Müşüqötgün də nəsə bu ətrafda deyir. Digərləri də kvalifikasiya olan və olmayan blogerlər falanlar hamı bu barədə danışır. The Economist jurnalı var, dünyanın bir nömrəli iqtisadiyyat jurnalıdır. 2018-ci ildə onlar tənhalıq epidemiyası, loneliness epidemiyası barədə və onun iqtisadiyyata təsirləri barədə yazmışdı. Və mənə deyəndə ki, sən niyə görə iqtisadçı olaraq ailə məişət məsələlərinə girişirsən, mən bunu yorulmuşam izah etmək ki, cəmiyyətdə. Bu iqtisadiyyatın fundamental bir növrəsidir. Əgər biz tənhalıq epidemiyasının qarşısını ala bilməsək, ailə institutunu qoruya bilməsək, bizim iqtisadiyyatımız üçün, bizim cəmiyyətimiz üçün, bizim dəyərlərimiz üçün yaxşı heç nə olmayacaqdır. Çünki hər şey sonda iqtisadiyyatda insanın istehlakı üçün nəzərdə tutulubdur. Yəni ki, biz istifadə edək, bizə bu dəyər qatsın, bizim həyatımız yaxşılaşsın. Əgər uşaqlar olmayacaqsa, heç kimə lazım deyil bu dünya. Biz get-gedə öləcəyik və dünya sadəcə yenə də heyvanlara qalacaqdır. Bunu istəyənlər əlbəttə ki, davam edə bilərlər yolunu.